Bir pasiyentim var idi ki, öz anası ilə münasibətdə idi. Öz həyat yoldaşını hamam otağına kamera quraşdırmışdı. Öz dostlarına həyat yoldaşının necə çimdiyini göstərirdi. Amma bir şey deyim də, psixoloqun özünə də psixoloq lazım olur. Bu ona görədir ki, çünki sakit xarakterli insanların nə edəcəyini bilmirsən. İnsan intihara cəhd eləyə bilər, bütün mal-mülkündən imtina edə bilər. Uşaqları ən çox xəstələndirən oyunlardır. Oğlan uşaqlarına, bax bu gəlincikdir, bu gözəllik kukladır, bunu incitmək olmaz. Heç kim demir ki, kimlənsə get sevgili ol, bütün günü gəz. Evli insanlarla münasibətdir. Siz başqa həvəs axtarmaq marağına düşürsünüz. Niyə görə seks düşünəsən ki, yəni sən bu qədər bekarsan? Yaşanılan bəzi psixoloji problemlər, manipulyatorun davranışlarına qarşı tərəfdəki insanın əlindədir. Və o sənə desə ki, qalxacaqsan, oturacaqsan. Axı sən at deyilsən. Övladına cehiz hazırlamaq əvəzinə ona diplomlar hazırla.